Alimlərin ABŞ və digər ölkələrdə apardığı araşdırmalar göstərdi ki, yer kürəsinin fırlanma sürəti son dövrlərdə artaraq davam edir. Nəticədə yaşadığımız hər gün əvvəlkinə nisbətdə daha sürətli keçib getməkdədir. Bu barədə ötən videomuzda danışdıq. Həmçinin bildirdik ki, yerin öz ox ətrafındakı hərəkət sürətinə müxtəlif proseslər təsir edərək onu yavaşlada və ya sürətləndirə bilər. Bu videomuzda isə həmin proseslə bağlı Günəşin qərbdən doğacağı qeyri-adi hadisə barədə məlumat verəcəyik. Bu qorxulu hadisənin harda qeyd olunduğu barədə danışmazdan əvvəl bir fikir təcrübəsi aparaq. Günəş mərkəzdə dayanır, dünya 24 saat ərzində öz ox ətrafında saat əqrəb istiqamətində fırlanır, 365 gün ərzində isə saat əqrəbinin əksi istiqamətində Günəşin ətrafında tam bir dövrə vurur. Nəticədə gecə-gündüz yaranır, fəsillər əmələ gəlir. Bu istiqamətdə fırlanma davam etdiyi müddətdə hər gün Günəş şərqdən doğur, qərbdə batır. İndi isə yer kürəsinin Günəşin ətrafında dövrəsinə davam etdiyini, öz oxu ətrafında isə saat əqrəbi istiqamətində yox, əksi istiqamətində fırlanmağa başladığını düşünün. Bu proses baş verdikdə Günəş də əks tərəfdən doğmağa başlayacaq. Çox maraqlıdır ki, Günəşin qərbdən doğacağı ehtimalı üzrə xarici mediada bir çox fikirlər irəli sürülüb, filmlər hazırlanıb. Çünki müasir dövrdə biz praktiki olaraq bunun mümkünlüyünü anlaya bilirik. Bəzi araşdırmaçılar bu prosesin gələcəkdə dəhşətli hadisələrdən sonra yer kürəsinin öz oxu ətrafında hərəkətini dəyişdikdən sonra baş verəcəyini deyirlər. Müxtəlif ipuclarının olmasına baxmayaraq, prosesin forması barədə dəqiq danışmaq hardasa qeyri-mümkündür. Bu barədə Quran və Müasir elm kitabından ətraflı məlumat əldə edə bilərsiniz. Haqqında danışdığım hadisə 1400 il əvvəl Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmin səhih bir hədisində qeyd edilir. Əbu Hüreyrə radiyallahu anh rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdular. Günəş batdığı yerdən doğmadıqca qiyamət qopmaz. Günəş qərbdən doğanda insanlar görər və Allaha iman edərlər. Ancaq daha öncə inanmamış, yaxud imanı ilə xeyir qazanmamış olan heç kəsə bu iman xeyir gətirməz. Bu hal İslamda qiyamətin ən böyük əlamətlərindən sayılır. Hədis bir çox kitablarda qiyamət əlamətləri bölümündə yer alıb. Hadisənin hansı formada baş verəcəyi bilinmir. Sadəcə hazırki vəziyyətdə biz bunun yerin öz oxu ətrafındakı hərəkətini dəyişməsi ilə baş verəcəyini bilirik. Bəs bu hadisə baş versə nələr yaşanacaq? Yerin öz oxu ətrafında hərəkəti dəyişsə, dəhşətli qasırğalar, küləklər, binaları, böyük tikililəri yer üzündən siləcək. Hazırda yaşıllıq, meşəlik olan ərazilər səhralara çevriləcək. Sərt iqlim dəyişiklikləri baş verəcək. Günəş qərbdən doğmağa başlayacaq. Soyuq ölkələr ən isti yerlərə çevriləcək. Yer üzündə bakteriyalar çoxalacaq, xəstəliklər artacaq. Bu dəhşətli hadisənin nə vaxt, hansı səbəbdən, necə baş verəcəyi barədə danışmaq olduqca çətindir. Ancaq diqqət etmək lazımdır ki, bu vaxta qədər Rasulullah sallallahu aleyhi və səlləmin gələcəklə bağlı bir çox hədisi gerçəkləşib. Bir çox Quran ayəsinin sirləri üzə çıxıb. Günəşin qərbdən doğacağı proses də baş verəcəyi gözlənilən dəhşətli hadisədir. Uca Allah o günə çatmadan imanı ilə xeyir tapanlardan etsin.